Cənub bölgəmizin doyulmaz ləzzəti ləvəngini elə bir üsulla hazırlayacağam ki, dadına doymayacaqsınız. Düyüdən, biraz ləvəngidən. Bismillah. Bu üsulla toyuq sümüklərinə qədər bişir. Ləvəngini kənd toyuğundan edə bilərsiniz, amma məncə broilerdən daha ləzzətli alınır. İşimə ilk olaraq toyuğu yaxşı təmizləyib, yuyub, üzərinin əlavə tüklərini ütməklə başlayıram. Daha sonra başlayırıq toyuğu marinad eləməyə. Quruduruq, daha sonra ən gözəl şəkildə içərisini, çölünü duzlayıb istiotlayırıq. Bu aşamada sadəcə duz və istiotdan istifadə edirik. Üzəri üçün biraz mayonez, ketçup, alça turşusu, duru yağdan istifadə edirəm. İçərisinə, çölünə, hər tərəfinə bu sosu əlavə edirəm. Normalda Cənub bölgəsində bu prosesi yalnız turşu ilə edirlər. Ləvəngi içiliyi üçün sadəcə qırmızı soğan, qoz, duz, istiot və alça turşusundan istifadə edirəm. Əlavə heç bir şey olmaz. İçərisinə ləvəngini doldurduqdan sonra bu formada qazanın içərisində par vannasında bişirirəm. Belə olanda toyuğun içərisində əlavə sular axıb tökülür. Birini də polofabrikat kimi buzluğa atıram. Ləvəngi içliyi hazırlayanda qırmızı soğanın suyunu tamamilə sıxın və atın. Soğanı isə qətiyyən qovurmuram. Toyuq və balıq ləvəngisində soğan ümumiyyətlə qovrulmur, amma istəsəniz badımcan ləvəngisində qovura bilərsiniz. Və son olaraq 200 dərəcəyə sobada toyuğu qızardıram. Üzəri nar kimi qızarmasını istəyirsinizsə, teriyaki sosu, duru yağ və turşudan istifadə edin.